Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizlə bir məchullu tənliklər mövzusundan imtahana aid olan sualların izahına baxacağıq. Elə başlayıram birinci sualdan. Birinci sualda deməli x-in kubu üstə gəlinsin 27 bərabərdir 0 tənliyinin kökünü tapın deyir. Buradan yazaram ki x kubu bərabər müsbət 27 sağa keçir olur mənfi 27. O da x-in kubu mənfi 27-dirsə, deməli x özü də mənfi 3-dür ki, mənfi 3-ün kubu bizə mənfi 27-ni verir. Ondan sonra keçirəm ikinci suala. İkinci sualda 4x üstə gəlinsin 2 bölünsün 4 bərabərdir 2-də 5 tənliyini həll edin deyir. Bərabərliyin hər iki tərəfindən 4 ilə 2-ni ixtisar aparsaq, deməli 4 2-yə ixtisar gedir 2 qalır. 2-ni də 2-yə böləndə 1 qalır. Sonra çarpaz vururam. 4x üstə gəl 2-ni 1-ə vursam olur 4x üstə gəlinsin 2. O da bərabər 2-ni də 5-ə vururam olur 10. Buradan 4x bərabər 10-dan 2 çıxıram qalır 8. X də bərabər 8-i 4-ə bölürəm 2. Deməli ikinci sualda da tənliyin kökü 2-dir. Ondan sonra baxırıq deməli üçüncü suala. Üçüncü sualda 15x bərabərdir 60 çıxılsın 5x tənliyini həll edin deyir. 15x yerində qalır. Mənfi 5x sola keçir. Müsbət 5x bərabər 60. Buradan 15x üstə gəl 5x. 20x bərabər 60. X da bərabər 60-ı 20-yə bölürük. X tapırıq 3. Deməli, 3-cü tənlikdə də tənliyin kökü 3-ə bərabər olur. Ondan sonra keçirik 4-cü suala. 4-cü sualda 5x çıx 4 vurulsun x plus 8 bərabərdir 0 tənliyinin kökləri cəmini tapın deyir. Əgər hasil 0-a bərabərdirsə, onda vuruqların hər birini ayrı-ayrılıqda 0-a bərabər eləyirik. Hər birini ayrı-ayrılıqda 0-a bərabər eləyirik. Buradan 5x bərabər mənfi 4 sağa keçir, müsbət 4, x bərabər 4-ü 5-ə bölürəm, olur 0,8. Bu tənliyin bir kökü. Digər tənlikdən x bərabər müsbət 8 sağa keçir, olur mənfi 8. Sualda bizdən tənliyin kökləri cəmini soruşur. Bir kökü mənfi 8-dir, bir kökü də 0,8-dir. Köklərinin cəmini istəyir, o da olur mənfi 7,2. Köklərinin cəmini soruşur. Ondan sonra keçirik deməli 5-ci tənliyə. Sualda deyir 3-də 1 vurulsun 2x çıx 6. Üstə gəlinsin 7-də 2 vurulsun 7x çıx 21 bərabərdir 9 tənliyini həll edin. Biz tənliyin, daha doğrusu tənliyi kəsirdən azad eləmək üçün hər tərəfini 21-ə vuraq. Hər tərəfi 21-ə vuraq ki, kəsirdən azad eləyək. Düzdür, 7-ni ortaq çıxarıb ixtisar aparsaq da olar. Amma bu yandan 2-ni ortaq çıxardanda 3 ilə 2 ixtisar getmir. Ona görə ən yaxşısı 21-ə vuraq ki, hər tərəfi 21-ə vuraq ki, kəsirdən azad eləyək. Yazıram ki, 21 vurulsun, deməli, 21 vurulsun 3-də 1, o da vurulsun 2x çıx 6, üstə gəlinsin, 21 vurulsun 7-də 2, o da vurulsun 7x çıx 21 və bərabərdir 21 vurulsun deməli 9-a. Deməli hər tərəfi 21-ə vurduq ki, kəsirdən azad eləyək. 21 3-ə ixtisar gedir, 7 qalır. 7-ni 1-ə vururam 7, 7-ni 2x-ə vururam 14x, çıxılsın 7-ni 6-ya vururam 42. Üstə gəlinsin 21-i 21 ilə 7 ixtisar gedir 3, 3-ü 2-yə vururam 6, 6-nı da mötərizəyə vurub açırıq. 6-nı vururam 7x-ə olur 42x, çıxılsın 6-nı 21-ə vururam olur 126. O da bərabər 21-i 9-a vursaq olur 189. Davam edirəm. 14x üstə gəlinsin 42x verir bizə deməli 56x. Mənfi 42, mənfi 126. Hər ikisi mənfidir. Toplayıb qabana mənfi atırıq. Mənfi 160 deməli 168. O da bərabər 189. Buradan 56x bərabərdir 189 qalır. Mənfi 168 o üzə keçir. Olur müsbət 168. Davam eləsək. Deməli 56x bərabərdir
189-un üstə 168 gəlirik. 180, 160 eləyir. Deməli 100, 100, 200, 280, 340, 349, 357. Və burada x-i tapaq. Aha, bir tane hesabladım. 357-ni bölürük deməli 56-ya. Bunlar da 7-yə ixtisar gedir, görsənir elə. 56 7-yə gedir, 8 qalır. Bu da 7-yə ixtisar gedir. 7-yə ixtisar yaparsaq 51 qalır və 51-i də 8-ə bölürəm. Olur. Deməli 6 tam 8-də 3. 6 tam 8-də 3. Deməli tənliyin kökü 6 tam 8-də 3-ə bərabərdir. Ondan sonra keçirəm deməli 6-cı suala. 6-cı sualda x kvadratı çıxılsın 3 bərabərdir 1 tənliyinin ən kiçik kökünü tapın. Buradan x kvadratı qalır, 1 qalır, mənfi 3 sağa keçir, müsbət 3. X kvadratı bərabər 1 üstü 3 gəlirəm 4 və deməli x kvadratı 4-dürsə x həm 2-dir, x həm mənfi 2-dir. Çünki 2-nin də kvadratı 4-dür. Mənfi 2-nin də kvadratı 4-dür. Tənliyin ən kiçik kökünü istəyir. Ən kiçik kökü təbii ki, mənfi 2 olar. Ondan sonra keçirəm deməli növbəti 7-ci suala. 7-ci sualda 9y kvadratı çıxılsın 4 bərabərdir 0 tənliyini həll edin deyir. Yazıram 9y kvadratı bərabər mənfi 4 sağa keçir olur. Müsbət 4. Buradan y kvadratı bərabər 4-ü 9-a bölürəm olur. 4 bölünsün 9. Əgər y kvadratı 9-da 4-dürsə, y-in özü həm 3-də 2-dir, y-in özü həm də mənfi 3-də 2-dir. Çünki 3-də 2-nin də kvadratı 9-da 4-dür. Mənfi 3-də 2-nin də kvadratı 9-da 4-dür və hər ikisini tənliyi kökü olaraq götürürük. Ondan sonra deməli keçirik 8-ci suala. 8-ci sualda mx üstə gəlinsin 24 bərabərdir 0 tənliyinin həlli yoxdur deyir. Yəni tənliyin kökü olmamalıdır. Tənliyin kökü də bilirsiniz ki x-a deyirik. Onda buradan əvvəlcə x-i tapaq. Mx bərabər müsbət 24 sağa keçir. Olur mənfi 24 və vurma var deyə x-i tapanda sağdakını soldakına bölürəm. X bərabər mənfi 24 bölünsün m-ə. Sualda deyir ki, m parametrinin hansı qiymətində tənliyin həlli yoxdur. Tənliyin kökü yoxdur. Tənliyin kökü olmaması üçün məxrəc 0 olmalıdır. Yəni buradan tapırıq ki, m bərabər 0 olmalıdır. Məxrəc 0 olmalıdır ki, bu kəsrin mənası olmasın. Bu kəsrin mənası olmasın və nəticədə də tənliyin kökü olmasın. Deməli, m 0 olmalıdır. Ondan sonra 9-cu sual. 9-cu sualda a-nın kvadratı çıxılsın 11a, çıxılsın 12, vurulsun x bərabərdir açıq 12 tənliyinin sonsuz sayda həlli var. Deməli, tənliyin sonsuz sayda həlli olması üçün tənliyimiz 0 vurulsun x bərabərdir 0 şəklində olmalıdır. Ki, tənliyin sonsuz sayda kökü olsun. Məsəl üçün, bu tənliyin kökü x-a deyirik, tənliyin kökü 5 ola bilər. Bir dəqiqə. Tənliyin kökü 5 ola bilər. Çünki x-in yerinə 5 qoysam, 0 5-ə vuranda 0 eləyir. Və yaxud da tənliyin kökü 7 də ola bilər. X-in yerinə mən 7 qoysam, 0 7-yə vuranda 0 eləyir. Tənliyin kökü 100 də ola bilər. Çünki x-in yerinə mən aparsam, x-in yerinə 100 qoysam, 0-ı 100-ə vuranda 0 eləyir. Bir sözlə 0-ı nəyə vursan 0 eləyir. Yəni x istənilən qiyməti ala bilir. Nəticədə tənliyin sonsuz sayda kökü olur. Tənliyin sonsuz sayda kökü olması üçün tənliyi 0 vurulsun x bərabərdir 0 şəklində olmalıdır. İndi bizim tənliyimizi də bax bu şəklə gətirməliyik ki, tənliyimizin sonsuz sayda kökü olsun. Deməli, onda tənlikdə bircə dəqiqə bu bütövlükdə 0 olmalıdır. Vurulsun x bərabər bu da bütövlükdə 0 olmalıdır. Hər ikisi 0 olmalıdır ki, tənlik 0 vur x bərabər 0 şəklinə düşsün və sonsuz sayda kökü olsun. İndi bunların hərəsini ayrı-ayrılıqda 0-a bərabər eləyək. Yazıram ki, a kvadratı çıx 11a çıx 12 bərabərdir 0. Buradan Viet teoremi ilə getsək, köklərinin cəmi mənfi 11-in əksi müsbət 11, köklərinin hasili sərbəsid, yəni mənfi 12. Aha.
Və buradan tapırıq ki, kökləri bir kökü -1-dir, bir kökü də deməli üzr istəyirəm, bir kökü də 12-dir. Çünki -1-i 12-yə vuranda -12 eləyir. -1-in üstə 12 gələndə müsbət 11 eləyir. Aha, bu bir. Bir də sağ tərəfdəki açıq 12-ni sıfıra bərabər eləyirik. Buradan A bərabər -12 özə keçir, müsbət 12. Və nəticə olaraq A-nı biz 12 götürməliyik. Çünki 12 ortaq kökdür. 12 həm sol tərəfi, həm də sağ tərəfi sıfıra çevirir. 12 ortaqdır. Onda A-nın yerinə 12 qoysaq sol əmsal 0 olur, sağdakı hədd 0 olur və nəticədə 0 vur x bərabər 0 alınır. Onda da tənliyin sonsuz sayda kökü olur. Deməli, burada da cavab olur, bir dəqiqə, cavab olur 12. Ondan sonra keçirik deməli 10-cu suala. 10-cu sualda kvadrat tənlik verib, x kvadratı plus 3x çıx 1 bərabərdir 0 kvadrat tənliyini verib. Deyir, tənliyin köklərinin, kökləri x1 ilə x2-dir. Aha, köklərinin kvadrat, üzr istəyirəm, kvadratlarının cəmini tapın deyir. Köklərinin kvadratlarının cəmini tapın deyir. Əvvəlcə tənlikdən köklərinin cəmini tapaq. Kökləri cəmi 3-ün əksi -3. Kökləri hasildə sərbəsət, yəni -1. Aha. İndi köklərinin kvadratlarının cəmini istəyir bizdən. Buna nə oldu? Cəmini istəyir bizdən. Hə. Bunu biz köməkçi düsturundan açırıq. Yazıram x1 plus x2-nin kənardan kvadratı. Bir də çıxılsın 2 vurulsun x1 vur x2. O da bərabər. Davam edirəm. Köklərinin cəmi -3-dür. Köklərinin cəmi -3-dür. -3-ün kvadratı olur 9. Hasilləri -1-dir. -1-i vur -2-yə. Müsbət 2. O da 9 da gəlir ki 11. Deməli, verilən tənliyin köklərinin kvadratları cəmi 11-ə bərabərdir. Sonra keçirik elə deməli 11-ci suala. 11-ci sualda yenə kvadrat tənlik verib x kvadratı çıx 8x üstə gəlinsin q bərabərdir 0 tənliyinin köklərinin fərqi 6-dır deyir. Köklərinin fərqi 6-dır və q-nü tapın deyir. Köklərinin fərqi 6-dırsa, buradan Viet teoreminə görə köklərinin cəmi də -8-in əksi müsbət 8-dir. Və bu ikisini biz tənliklər sistemi ilə həll eləməliyik. Şərtdə deyir köklərinin fərqi 6-dır. Tənliyin özündən də tapırıq ki, köklərinin cəmi 8-dir. Viet teoremi, üzr istəyirəm, tənliklər sistemi ilə getsək, tərəf-tərəfə toplayırıq. -x2 müsbət x2 islah gedir. x1 plus x1 olur 2x1. 6 üstə gəl 8 olur 14. x1 də bərabər 14-ü 2-yə bölürük, olur 7. Deməli, tənliyin bir kökü 7-dir və o biri kökü də 1 olmalıdır ki, 7, 1 toplayanda 8 eləsin. Və ya 7, 1 çıxanda 6 eləsin. İndi bizdən q-nü soruşur. Bilirsiniz ki, Viet teoreminə də görə q köklərinin, deməli, q köklərinin hasili deməkdir. Q köklərinin hasilidir. O da kökləri 7 ilə 1-dir. 7-ni 1-ə vurursunuz, kökləri hasili 7-dir. Yəni, q də 7 olar. Sonra keçirik 12-ci suala. 12-ci sualda x-in kvadratı çıx 9x üstə gəl b bərabər 0 belə bir kvadrat tənlik verib. Gəlin biz əvvəlcə köklərinin cəmini yazaq. Kökləri cəmi -9-un əksi müsbət 9. Kökləri hasili sərbəsət olduğu kimi müsbət b. Aha, bunu biz tapdıq. Şərtdə verib ki, x1-in kvadratı çıxılsın x2-nin kvadratı bərabərdir 9-dur. B parametrinin hansı qiymətində? Yəni, B-ni soruşur. Əgər bunu şərtdə özü veribsə, bir dəqiqə, bunu şərtdə özü veribsə, biz bunu kvadratlar fərqi düsturundan açaq. Biz bunu kvadratlar fərqi düsturundan açaq. Kvadratları atıram. Bir dəfə x1 çıx x2, bir dəfə də x1 plus x2 bərabərdir 9 yazırıq. O da köklərinin cəmi 9-dur. Aparaq, yerinə qoyaq. Yazıram x1 çıx x2 vurulsun. Köklərinin cəmi 9-dur. Yerinə 9 yazıram. Və bərabərdir 9-a. Buradan x1 çıxılsın x2 bərabər 9-lar ixtisar gedir 1 tapıram. İndi köklərinin fərqi 1-dir və cəmi də 9-dur. Və bu ikisini biz
tənliklər sistemində yazıb həll eləməliyik. Yazıram ki, köklərinin cəmi 9, köklərinin fərqi o da 1. Bu ikisini həll eləyək. Tərəf-tərəfə toplasaq, müsbət x2, mənfi x2 islah gedir. x1 üstəgəl x1 olur 2x1. 9 üstəgəl 1, 10 və x1 bərabər 10'u 2'yə böl 5. İndi bir kökü 5'dirsə, birbaşa yazaq, o biri kökü 4'dür avtomatik. O biri kökü 4 olmalıdır ki, 5'dən 4'ü çıxanda 5 çıx 4 1 eləsin. Həm də 5'in üstə 4 gələndə 9 eləyər. Bizdən B-ni soruşur. B orada köklərinin hasilidir. Köklərinin hasilidir. Kökləri də 5 ilə 4 tapışıq. Hasilləri 20 eləyir. Onda B-nin qiyməti tapırıq ki, 20'yə bərabərdir. Sonra keçirik 13-cü suala. 13-cü sualda yenə kvadrat tənlik verib bizə. Deməli 2x'in kvadratı çıxılsın 10x. Aha, üstə gəlinsin 7 bərabər 0. Belə bir kvadrat tənlik verib. Köklərinin cəmini tapaq. Köklərin cəmi mənfi 10'un əksi müsbət 10 və qabaqdakı 2'yə bölürük. Böl 2. 10 böl 2 o da 5. Eyni zamanda köklərinin hasilini tapaq. Kökləri hasili də S bölünsün A'dır. Yəni 7 bölünsün 2. O da 3,5. Demək biz köklərinin cəmini tapdıq 5. Köklərinin hasilini tapdıq 3,5. Bizdən soruşur x1 vur x2'nin kubu. Üstə gəl x1'in kubu vur x2 ifadəsinin qiymətini tapın deyir. Bu ifadənin qiymətini tapmaq üçün əvvəlcə ortaq vuruq çıxardaq. Hər ikisində olan ortaq vuruq x1 ilə x2'dir. x1 ilə x2'dən bir dənə hər ikisində ortaqdır. Deməli x1 ilə x2'ni ortaq çıxardıram. Və x2'dən 3 dənə idi. Birini çıxartdıq, x2'dən 2 dənə qaldı. Üstə gəlinsin. x1'dən də 3 dənə idi. Birini çıxartdıq, deməli ikisi qaldı. Aha. Davam edirik. Köklərinin hasili burada var. Hasili 3,5'dir. Qoyaq indidən yerinə. 3,5 vur. Möhtərizənin içini köməkçi düsturundan açırıq və üstə gəli ilə açırıq. Çünki köklərinin cəmi var bizdə. Onda möhtərizə və bir dənə də möhtərizə. Bu möhtərizənin biri bayaq bu ortaq vuruq çıxardanda qoyduğumuz möhtərizədir. Bu böyük möhtərizə. Ortaq vuruğu çıxardanda qoyduğumuz möhtərizədir. Ortaq vuruğu çıxardanda qoyduğumuz möhtərizədir. Bir daha deyirəm. Daxildəki möhtərizə köməkçi düsturun möhtərizəsidir. Yazıram x1 üstə gəl x2'nin kənardan kvadratı çıx 2 vur x1 vur x2. İndi isə böyük möhtərizəni bağlayıram. Davam elətdirsəm 3,5 vur. Köklərinin cəmi burada görürsünüz sol tərəfdə. Kökləri cəmi 5'dir. Kökləri cəmi 5'dir. 5'in kvadratı olur 25. Çıx. Kökləri hasili 3,5'dir. 3,5'i 2'yə vururam. 3,5'i 2'yə vururam 7. Davam edirəm. 3,5 vurulsun. Burada da 25'dən 7 çıxıram. Qalır 18. Aha. İndi burada da 3,5 18'ə vurmalıyıq. 3,5'i qaydaq yazaq 7 böl 2. 7'ni 2'yə böləndə 3,5 edir axı. Özümüzü itirmirik. Vurulsun 18. Burada da 18 2'yə ixtisar gedir 9. 9'u 7'yə vururam 63 və salam. Axtarılan ifadənin qiyməti 63'ə bərabərdir. Növbəti keçirik 14-cü suala. 14-cü sualda x'in kvadratı çıx 6x üstə gəl küp bərabərdir 0 tənliyinin. Aha. Nə soruşur yazarıq. Əvvəlcə köklərinin cəmini və köklərinin hasilini tapaq. Hazır qalsın. Köklərinin cəmi mənfi 6'nın əksi, yəni müsbət 6. Köklərinin hasili sərbəsət, yəni kü. Aha. İndi sualda deyir ki, tənliyin köklərinin hər birindən 3 vahid böyük olan ədədlərin hasili 34'dür. Köklərinin hər birinin. Kökləri x1 ilə, buradan yazım, x1 ilə x2'dir. Köklərinin hər birindən 3 vahid böyük. Onda x1'dən 3 vahid böyük olan ədəd x1 plus 3'dür. x2'dən 3 vahid böyük olan ədəd x2 plus 3'dür. Orada deyir hər birindən 3 vahid böyük.
Köklərinin hər birindən 3 vaid böyük. X1 bir köküdür. 3 vaid böyük olan ədəd x1 plus 3'dür. X2'dən 3 vaid böyük olan ədəd x2 plus 3'dür. Və hər birindən 3 vaid böyük olan ədədlərin hasili, onda bunların hasilini tapaq. Hasili 34'dür, bərabər eləyirik, deməli 34'ə. Şərtdə də deyir ki, Q-nu tapın. Bunu da çoxədənin çoxədəyə vurulması ilə vurub açmaq lazımdır. X1 x2'yə vururam, olur x1 vur x2. Üstə gəl x1 3'ə vururam, 3x1. Üstə gəl 3'ü x2'yə vururam, 3x2. Üstə gəl 3'ü 3'ə vururam, 9. Bərabər 34. Köklərinin hasili burada var. Kökləri hasili aparıb yerinə qoyuram Q. Bu hissədən 3'ü ortaq çıxardıram. Yazıram x1 plus x2. Üstə gəl 9. Bərabər 34. Q üstə gəl. Köklərinin cəmi var bizdə. Köklərinin cəmi gətirib yerinə qoyacağım. Kökləri cəmi 6'dır. 6'nı 3'ə vur 18. Üstə gəl 9 bərabər 34. Davam edirəm. Q üstə gəl. 18'in üstə 9 gəlirəm. 27 bərabər 34. Buradan da birbaşa yazaq. Q bərabər 34'dən 27 çıxıram. Tapıram ki, Q-nun qiyməti 7'yə bərabərdir. Növbəti 15-ci sual. 15-ci sualda deməli 3x kvadratı üstə gəlinsin. Mötərizədə 2a kvadratı çıx 10a plus 6 yanında vur x. Aha, çıx a kvadratı bərabər 0 tənliyinin kökləri cəmini 0'a çevirən a parametrinin qiymətləri cəmini tapın deyir. Əvvəlcə nəyi göstərim sizə? Kvadrat tənliyin formulunu bilirsiniz, düsturunu. ax kvadrat plus bx plus c bərabərdir 0. Bu kvadrat tənliyin düsturu. Və kvadrat tənliyin düsturundan bilirsiniz ki, x kvadratının əmsalına a deyirik. Deməli, burada x kvadratının əmsalı 3'dür. X kvadratının əmsalı demək, bu onun a-sıdır. X-in əmsalına b deyirik. Bu x-in qabağında yazılan bu bütövlükdə bu əmsal b-dir. Bir daha deyirəm, x kvadratının əmsalı a-dır. Aha, x-in əmsalı b-dir. X-dan sonra yazılan c-dir. X-dan sonra yazılan, bu da bizim c-mizdir. İndi sualdan şərtdə deyir ki, kökləri cəmini 0'a çevirin. Kökləri cəmini. Kökləri cəmi V teoreminə görə mənfi b bölü a-dır. Və kökləri cəmini tapaq. Mənfi b budur bütövlükdə. Mənfi 2a kvadratı çıx 10a plus 6. A-mız da ki 3'dür. Burada da a da 3'dür. Aha, biz kökləri cəmini tapdıq. Şərtdə deyir kökləri cəmini 0'a çevirin. Biz də 0'a bərabər eləyirik. Kökləri cəmini 0'a bərabər eləyirik. Və burada 0 mənfiyə bölsə 0 eləyir. Yəni mənfini ata bilərik. 0 mənfiyə böləndə olsa 0 eləyir. Bir də kəsrin 0'a bərabər olması üçün sürəti, təbii ki, sürəti 0'a bərabər olmalıdır. Ona görə sürətini köçürdüm 0'a bərabər eləyirəm. Kəsrin 0'a bərabər olması üçün onun sürəti 0 olmalıdır. Mən də sürətini köçürdüm, 0'a bərabər elədim. Şərtdə deyir A parametrinin qiymətləri cəmini tapın. İndi biz buna baxsaq, bunun özü bir kvadrat tənlikdir. Bayaqki yuxarıdakı kvadrat tənlikdə məhsul x idi. Bu kvadrat tənlikdə də məhsul A-dır. Məhsulu A olan kvadrat tənlikdir. Və A-nın ala biləcəyi qiymətlər A1 ilə A2 ilə işarə olunur. Deyir, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Elə köklərinin cəmini istəyir. A parametrinin ala biləcəyi qiymətlərin cəmini istəyir. A parametrinin ala biləcəyi qiymətlər A1 ilə A2'dir, kökləridir. Köklərinin cəmini istəyir. O da mənfi 10 nəksi müsbət 10 bölünsün, qabaqdakı 2 də var. 10 bölü 2, 5. Elə bil ki, biz bax, bu kvadrat tənliyin köklərinin cəmini tapdıq. Sualın şərtinə görə isə A parametrinin ala biləcəyi qiymətlərin cəmini tapdıq. O da 5 tapdıq. Bax, bu şəkildə. Ondan sonra gəlir 16-cı sual, modul tənlik. Elə sualı görən kimi köçürmürəm. Birinci moduldan 6'nı ortaq vurub çıxardıram. 6 vurulsun modulda x plus 6 çıx. İkinci moduldan 2'ni ortaq vurub çıxardıram. 2 vurulsun modulda x plus 6. Bərabərdir 72'yə. Vurub atsaz eyni şeydir. Yoxlaya da bilərik. 6'nı x-a vursaz 6x, 6'nı 6'ya vursaz 36. Digər tərəfdən mənfi əvvəldən çöldə var idi. 2'ni x-a vursan 2x, 2'ni 6'ya vursan 12. İndi belə yanaşaq.
6 dənə modulda x plus 6-dan çıxırıq 2 dənə modulda x plus 6-nı. 6 dənə eyni şeydən 2 dənə eynisini çıxırsan. Qalır 4 dənə modulda x plus 6 bərabərdir 72. Buradan modulda x plus 6 bərabər 72-ni 4-ə bölürəm 18 və ən sadə modul tənliyi alınır. Biz nə edirik bunu? Necə həll edirik? Bu yandan yazım, hamısı sığışsın. Deməli, sadə modul tənlikdir. Bir dəfə olduğu kimi yazırıq. Buradan x-i tapırıq. Birbaşa yazıram 12. Bir dəfə olduğu kimi yazırıq. Bir dəfə də qabağına mənfi atırıq. O mənfini içəri vurub atsaq da olar və ya o mənfini sağdakı 18-ə versək də olar. Biz mənfini adət üzrə sağdakı ədədə veririk. Yəni mənfini 18-ə verək. Buradan da x birbaşa yazıram, mənfi 24-dür. Sualda deyir, tənliyin böyük kökü ilə kiçik kökünün fərqini tapın. Tənliyin böyük kökü 12-dir, müsbətdir deyə böyükdür. Böyük kökü 12-dir, kiçik kökü mənfi 24-dür. Böyük kökü ilə kiçik kökünün fərqini tapın deyir. Böyük kökü ilə kiçik kökünün fərqini tapın deyir. O da mənfi mənfiyə dəyir, olur müsbət. 12 üstə gəl 24, 36. Buna görə düşdü. 36 tapırıq. Deməli, tənliyin böyük kökü ilə kiçik kökünün fərqi müsbət 36-ya bərabər olar. Keçirik 17-ci suala. 17-ci sualda 2 vurulsun modulda x çıx 2 çıx modulda x kvadratı çıx 5x plus 6 bərabərdir 0 tənliyinin köklərinin cəmini tapın deyir. Biz bax bu üçədlini vuruqlara ayıraq. Yazıram 2 vurulsun modulda x çıx 2 çıx modul mötərizə 2 mötərizə metodu ilə vuruqlara ayırırıq. Çünki hədlərin sayı 3 dənədir və qarşıdakı birinci əmsalda 1-dir. Birinci əmsalda 1-dir deyə 2 mötərizə metodu ilə vuruqlara ayırırıq. Yazıram x(x), çünki x(x)-ə vuranda x kvadratı eləsin. Elə 2-ə də tapmalıyıq ki, toplayanda mənfi 5. Toplayanda deməli mənfi 5. Top yazdı. Hə. Toplayanda deməli elə 2-ə də tapmalıyıq ki, toplayanda olsun mənfi 5 və vuranda da olsun müsbət 6. Buradan da mənfi 2 ilə mənfi 3 tapırıq. Mənfi 2 ilə mənfi 3-ü Mənfi 2 ilə mənfi 3-ü toplayanda mənfi 5 eləyir. Mənfi 2-ni mənfi 3-ə vuranda müsbət 6 eləyir. Onda gedib yazıram mənfi 2, mənfi 3. Belə də ki, vuruqlardan biri sağdakı bu ilə eyni olmalıydı. Çünki sual elə tərtib olmalıdır ki, eyni olsun ki, biz onu ortaq çıxardıb həll eləyə bilək. İndi isə biz buradan modulda x çıx 2-ni ortaq çıxardırıq. Çünki burada da moduldadır. Bu hissədə də moduldadır. Modulda x çıx 2-ni ortaq çıxarsaq, qalır 2 çıx. Burada modulda x çıx 2-ni çıxardıq, qaldı modulda x çıx 3. Bərabərdir 0. İndi isə hasil 0-a bərabərdir deyə hərəsini ayrı-ayrı 0-a bərabər eləyirik. Bir qoyub yazıram ki, modulda x çıx 2 bərabərdir 0. O da modulun cavabı 0 olması üçün modulun daxili 0 olmalıdır. Yəni modulun içini 0-a bərabər eləyirəm. Buradan x bərabər mənfi 2 özə keçir, olur müsbət 2. Bu tənliyin bir kökü. Digər tərəfdən o biri mötərizəni 0-a bərabər eləyirəm. 2 çıxılsın modulda x çıx 3 bərabər 0. Mənfi modulda x çıx 3 bərabər 2 sağa keçir. Mənfi 2. Hər tərəfdən mənfilər ixtisar gedir. Modulda x çıx 3 bərabər 2. Buradan yazdıram. Modulda x çıx 3 bərabər 2. Bunun özünü də təzdən bir dəfə olduğu kimi yazıram. X-i 5 tapıram. Bir dəfə də qabağına mənfi atırıq. Amma mənfini 2-yə veririk. Və buradan da x-i 1 tapırıq. Sualda tənliyin kökləri cəmini soruşur. Əvvəl bir kökünü 2 tapmışdıq. Sonra 5 tapdıq. Sonra 1 tapdıq. Və köklərinin cəmi olur 8. Köklərinin cəmini 8 tapırıq. Sonra keçirəm deməli 18-ci suala. 18-ci sualda x bölünsün y bölünsün z bərabərdir 7-də 1 bölünsün 3-də 1
bölünsün 21'də 1. Bir dəqiqə 21'də 1. Aha. Elə buradan yazaq. X bərabər uyğun olaraq nisbətdir. X bərabər 7'də 1 kaya. Yəni x ya 7'də 1'dir ya da 7'də 1'in misilləridir. Y bərabər uyğun olaraq, deməli uyğun olaraq 3'də 1 kaya və z də bərabər uyğun olaraq 21'də 1 kaya. Aha. Sonra bizə bir tənlik veribdi. Ən sağdan yazdıram. 5x çıxılsın 2y üstə gəl z bərabər 16 olarsa şərtdə deyir ki, bir dəqiqə, şərtdə deyir ki, y-i tapın. İndi gətirək yerinə qoyaq. 5 vurulsun x-in qiyməti 7'də 1 k çıx 2 vurulsun y-in qiyməti 3'də 1 k üstə gəlinsin z-in qiyməti isə 21'də 1 k bərabər 16'ya. Aha. 5 buradan bu kəsrin sürətinə vurulur. 7'də 5'i 1'ə vururam. 7'də 5k çıx 2'nin sürətə vururam. 3'də 2k plus 21'də 1k bərabərdir 16'ya. İndi biz bunu orta məxrəc eləsək də olar. Və ya hər tərəfi 7'yə 3'ə 21'ə orta məxrəc. Hər tərəfi 21'ə vuraq ki, kəsirdən azad eləyək. Deməli, hamısını 21'ə vururam. Yazıram ki, 21 vurulsun 7'də 5k çıxılsın 21 vurulsun 3'də 2k üstə gəlinsin 21 vurulsun 21'də 1k bərabərdir 21 vurulsun deməli 16'ya. Hamısını 21'ə vurdum. 21 7'yə ixtisar gedir. 3 qalır. 3'ü 5'ə vururam. 15k çıxılsın. 21 3'ə ixtisar gedir. 7 7'ni 2'yə vururam. 14k üstə gəl. 21'lər ixtisar gedir. 1k və ya elə k yazaq. Bərabərdir 21 vur 16 saxladım. 15k çıx 14k qalır 1k. 1k üstə gəl 1k olur 2k bərabər 21 vur 16. 16 da 2'yə ixtisar gedir 8. Onda k'nı tapıram 21 vur 8. Dirəşmişəm ki vurmayacağım. İndi bizdən y-i soruşur. Əgər y-i soruşursa aparaq k'nı y-də yerinə qoyaq. Qabağından yazıram ki bərabərdir 3'də 1 vur. K'nın yerinə 21 vur 8 yazıram. Çünki k'nı 21 vur 8 tapmışam. 21 də 3'ə ixtisar gedir. 7, 7'ni 8'ə vur 56. Onda belə çıxır ki y-in qiyməti 56'ya bərabər olar. Ondan sonra keçirik 19-cu sual. Artıq kəsr tənliklər gəlir deyəsən. 19-cu sualda deməli x üstə gəlinsin 4 bölünsün 2 çıx 3x çıx 12 bölünsün 2x çıx 8 bərabərdir 3 tənliyini həll edin. Ortaq məxrəc eləyib getməkdə olar. Amma biz birinci kəsri saxlayaq, ikinci kəsrin məxrəcindən 2'ni ortaq çıxaraq. 2'ni çıxarsaq qalır y çıx 4. Sürətdən də 3'ü çıxardaq, qalır y çıx 4. Vurub atsaz eyni şeydi yoxlamaq istəmirəm. Vurma var, bunlar ixtisar getdi, oldu xoşbəxtçilik. Yazıram x üstə gəl 4 böl 2 çıx 3 böl 2 bərabər 3. Aha, sadə bir tənlik. Məxrəclərə eyni olan kəsirlərdir. Məxrəc qalır. Aha, sürətlərini çıxırıq. Yazıram x plus 4 çıxılsın 3. Birincinin sürətindən çıxıram ikincinin sürətini bərabər eləyəm 3'ə. Məxrəc qalır, x qalır, plus 4 çıx 3 də 1 eləyir. Bərabərdir 3. 3'ün altına 1 atıb çarpaz eləyirəm. X plus 1'i 1'ə vuraq. X plus 1 çarpaz 3'ü 2'yə vur 6. Nəticədə x'i taparsınız 5. Bax belə. Ondan sonra keçirəm 20-ci tapşırığa. 20-ci tapşırıq. 20-ci tapşırıqda y kvadratı üstə gəl 2 bölünsün y kvadratı çıx 3y. Uşaqlar ikinci kəsri görürsünüz. Köçürmüşkən ikinci kəsrin məxrəcindəki hədlərin yerini dəyişirəm. Məxrəcindəki hədlərin yerini dəyişirəm və qabağa mənfi atıram. Ümid edirəm başa düşürsünüz.
Deməli biz təkrar deyirəm, ikinci kəsrin məxrəcindəki hədlərin yerini dəyişdim və yerini dəyişdiyimə görə də kəsrin qabağına mənfi atdım. Yerini də ona görə dəyişdim ki, qoy məxrəclər eyni olsun, toplaya və ya çıxa bilək. İndi isə məxrəclər eynidir. Məxrəc olduğu kimi qalır. Sürətlərini çıxıram. Yazıram y kvadratı plus 2. Bunun sürətini çıxanda qabağındakı mənfiyə vururuq. Mənfini vururam 8y-ə, mənfi 8y. Mənfini mənfi 10-a vururam, müsbət 10 olur. Bərabər 0. Davam edirəm. Y kvadratı çıx 3y. Sürətdə y kvadratı çıx 8y. Müsbət 2, müsbət 10, o da müsbət 12 eləyir. Müsbət 2, müsbət 10, müsbət 12 eləyir, bərabər 0. Və kəsrin sıfıra bərabər olması üçün onun sürəti sıfıra bərabər olmalıdır. Onun sürəti sıfıra bərabər olmalıdır. Məxrəci də sıfırdan fərqli olmalıdır. Kəsrin sıfıra bərabər olması üçün sürəti sıfıra bərabər olmalıdır. Məxrəci amma sıfırdan fərqli olmalıdır. Buradan köklərinin cəmini istəyir. Yazıram kökləri cəmi. Mənfi 8-in əksi müsbət 8, kökləri hasili də 12. Köklərini tapmaq istəyirəm ki, birdən məxrəci sıfıra çevirərlər. Kökləri də aydındır ki, 2 ilə 6-dır. Çünki 2-ni 6-ya vuranda 2 ilə 6, 2-ni 6-ya vuranda 12 eləyir, 2-nin üstə 6 gələndə 8 eləyir. Amma məxrəci sıfırdan fərqli eləmişik. Y ortaq çıxarsaq, bir dəqiqə, Y sıfırdan fərqlidir. Y 3-dən fərqlidir, birbaşa yazdım. Yəni 2-dən fərqli deyil ki, 6-dan fərqli deyil ki, onda 2 ilə 6 ödəyir. Ona görə də götürürük, köklərinin cəmi olur 8. Ümumiyyətlə, hansı tip sual olur olsun, hansı mövzu ilə bağlı sual olur olsun, əgər məxrəc varsa və ya kökaltı ifadə varsa, tapdığımız ədədləri məxrəcdə və ya kökün altında yerinə qoyub yoxlamaq lazımdır. Məxrəci sıfıra çevirən ədədi cavab olaraq götürmək olmaz. Kökün altında yoxlayırsan, mənfi alınırsa götürmək olmaz. Burada nə 2 ilə də 6 məxrəci sıfıra çevirmir. Ona görə 2 ilə 6 kökləridir və köklərinin cəmi də 8 olur. Sonra keçirəm deməli 21-ci suala. 21-ci sualda yazıram x kubu, üstə gəlinsin 4x kvadrat, çıx 8x, bölünsün. Bu məxrəcini birbaşa vuruqlara ayırıb yazıram. Yazıram x çıx 2, vurulsun x plus 2. Məxrəcini birbaşa vuruqlara ayırıb yazdım. Digər kəsrin bayaqki kimidir. Məxrəcindəki hədlərin yerini dəyişirəm. Yerini dəyişdiyimə görə də qabağa mənfi atıram. Məxrəcindəki hədlərin yerini dəyişdim. Qabağa mənfi atdım ki, qoy məxrəcdə bir vuruqları eyni olsun. Məxrəcdə yerini dəyişib qabağa mənfi atdım. İndi isə ortaq məxrəc eləyirik. Aydındır ki, ortaq məxrəc x çıx 2 ilə x plus 2-nin hasilidir və biz bunu ikinci kəsri x üstə gəl 2-yə vurmalıyıq. Çünki x çıx 2 məxrəcində varıdır. X üstə gəl 2 məxrəcində yoxdur deyə x üstə gəl 2 çatmır. X üstə gəl 2-yə vururuq. İndi sürətlərini yazıram. Yazıram x kubu, üstə gəlinsin 4x kvadratı, çıx 8x. Bu x plus 2-ni mənfi x-a vururuq, diqqətli olursunuz. Mənfi x-i x-a vururam, mənfi x kvadrat. Mənfi x-i 2-yə vururam, mənfi 2x. Bərabər 0. Ondan sonra məxrəc olduğu kimi qalır. Sürəti sadələşdiririk. Yazıram x kubu. Müsbət 4x kvadrat çıx x kvadrat. Olur müsbət 3x kvadrat. Mənfi 8x, mənfi 2x, o da verir mənfi 10x. Bərabər 0 və kəsrin sıfıra bərabər olması üçün onun biz deməli sürətini sıfıra bərabər eləyirik. Sürəti sıfıra bərabər eləyəndən sonra x ortaq çıxardıram. Qalır x kvadratı plus 3x çıx 10, x ortaq çıxardım. Bərabər 0. Ayrı-ayrı sıfıra bərabər eləsəz, birbaşa yazacağım. Bir kökü 0 tapasınız. Bunu sıfıra bərabər eləsəz, v teoremi ilə getsəz, bir kökünü demək tapacaqsınız mənfi 5, bir kökünü də tapacaqsınız 2. Birbaşa yazdım çünki v teoremi demək olar bütün uşaqlar bilir. İndi burada məxrəc var, yoxlamaq lazım. Baxın uşaqlar, 2, burayla baxın. 2 məxrəci sıfıra çevirir.
Sən 2-dən 2 çıxsan 0 olur. Məxrəc 0 olur. Olmaz axı. Deməli 2 kənar kökdür. Sualda köklərinin cəmi istəyir. Kökləri 0-dan -5-dir. 0-dan -5-dir. Köklərinin cəmi də elə -5. Köklərinin cəmi elə -5 olar. Sonra keçirəm 22-ci suala. Bir dəqiqə böyüdüm ki, görək nə demək istəyir. Hə. 22-ci sualda 22-ci sualda deməli Euler-Venn diaqramı da var, kvadrat tənlik də var. Deməli A tənliyi deyək burada. A tənliyi x kvadratı plus bx plus c bərabər 0 kvadrat tənliyidir. Bu A tənliyidir. B tənliyi isə modulda x çıx m bərabər n tənliyidir. Modul tənliyidir. Sualda bizdən b üstə gəl c üstə gəl m vurulsun n bunu soruşur. Və Euler-Venn diaqramında A və B tənliklərinin kökləri verilmişdir. A və B tənliklərinin kökləri verilmişdir. A tənliyi kvadrat tənlikdir deyə və kökləri 5 ilə 3-dür deyə. Kökləri cəmini tapsaq, onda B-nin əksini tapmış olarıq. Kökləri hasilini tapsaq, sərbəst həddi tapmış olarıq. Yəni qısa getsə daha rahat olar. Onda A tənliyin kökləri birbaşa yazıram. x1 5-dir, bir kökü 5-dir, bir kökü 3-dür. Buradan yazıram deməli köklərinin cəmi. Kökləri cəmi 5 üstə gəl 3. Kökləri cəmi 8-dir. Onda kökləri cəmi 8-dirsə, tənlikdə əksi olmalıdır. Yəni B -8-dir. Sonra köklərinin hasilini tapıram. Kökləri 5 ilə 3-dür. 5-ü 3-ə vururam 15 eləyir. Kökləri hasili 15-dirsə, onda sərbəst hədd 15-dir. Aha. Biz A tənliyi ilə işimizi bitirdik. Əsas keçək B tənniyinə. Əsas keçək biz B tənliyinə. B tənliyində artıq modul tənlikdir və Euler-Venn diaqramında köklərini verdiyinə görə aparıb yerinə qoymalıyıq. Bir dəfə aparaq x-in yerinə 3 qoyaq. Bir dəfə də aparaq x-in yerinə 7 qoyaq. Yazıram x-in yerinə 3 çıx, üzr istəyirəm, deməli x-in yerinə 3 qoyuram. 3 çıx m bərabər n. Bir dəfə apardım x-in yerinə 3 qoydum. Bir dəfə də aparıb x-in yerinə 7 qoyaq. Və bərabər n. Aha, x-in yerinə 3 qoydum, x-in yerinə 7 qoydum. İndi bu birincinin cavabı n-dir. İkincinin də cavabı n-dir. Əgər ikisinin də cavabı n-dirsə, deməli onlar eynidir də. Deməli onlar bir-birinə bərabərdir. Yəni modulda 3 çıx m-i biz bərabər eləyirik modulda 7 çıx m-ə. İkisinin də cavabı n-dir, bir-birinə bərabərdirlər. Ona görə biz o ifadələri bir-birinə bərabərlədik. Əgər hər iki tərəfin modulda olan tənlikdirsə, biz buradan eynirik. Bir dəfə ikisini də olduğu kimi yazırıq. İkisini də olduğu kimi yazsaq, hər tərəfdən mənfi m-lər islah gedir. 3 bərabər 7 alınır. 3 də 7-yə bərabər deyil. Boş çoxluq. Hə, bir dəfə ikisini də olduğu kimi yazırıq. Bir dəfə də ikisindən birinin qabağına mənfi atırıq. Fərqi yoxdur. Ya sağdakının, ya soldakının. Amma birinin qabağına mənfi atırıq, birini isə olduğu kimi çıxardırıq. Mən birincinin qabağına mənfi atacağım, o birini olduğu kimi çıxardacağım. Mənfini 3-ə vururam, mənfi 3. Mənfini mənfiyyə vururam, müsbət m. O birini, amma bu birisini sağ tərəfi olduğu kimi çıxardıram. Buradan uzatmıram, 2m bərabərdir 10-dur və m-i siz 5 tapasınız. M 5-dirsə, aparın fərqi yoxdur. Ya birincidə, ya ikincidə m-i yerinə qoyun, m-i tapın. M-in yerinə 5 qoysam, 7 çıx 5, 2 eləyir. Onda m də 2-dir. Və salam, B-ni, C-ni, M-i, N-i tapdıq. Nə soruşur, onu da hesablayıb bu hissədə siz taparsınız. Ondan sonra keçirəm deməli 23-cü tənliyə. Bu iki sual ətraflıya düşən suallardır buraxılış imtahanında. 23-cü sualda deməli gəlin biz bu tənliklərə yenə birinə A tənliyi deyək. A tənliyi bərabərdir x kvadratı plus 3x minus 10 bölünsün 2 çıx 4 görürəm. Aha. Bərabər 0. Bu A tənliyi olsun. Uyğun olaraq deyir. Çünki B tənliyi də x kubu çıx 5x kvadratı plus 6x bölünsün x plus 3 bərabər 0. Bu da B tənliyi. C tənliyində yazaq. X kvadratı çıx 10x plus 21 bölünsün x bərabər 0. Bu da C tənliyi. Sualda deyir ki, tənlikləri həll edin və uyğun Euler-Venn diaqramı çəkərək doldurun. Deməli, başlayıram A tənliyindən. A tənliyi kəsr tənlik. Kəsrin sıfıra bərabər olması üçün onun biz sürətini
sıfıra bərabər edirik. Kəsr sıfıra bərabər olması üçün sürəti sıfıra bərabər olmalıdır. Məxrəci də sıfırdan fərqli olmalıdır. Ətraflıya düşür deyə qanunla biz belə yazmalıyıq. Kəsrin sıfıra bərabər olması üçün sürətini sıfıra bərabər eləyib, məxrəcini də sıfırdan fərqli eləməyi də yazmalısınız. Buradan x fərqlidir 4-dən. Aha. Bunu heç qalsın belə. Buradan V-lə gedək. Kökləri cəmi 3-ün əksi -3. Kökləri hasili -10 və kökləri -5 ilə 2. -5-i 2-yə vuranda -10 eləyir. -5-in üstə 2 gələndə də -3 eləyir. Ondan sonra keçirəm B tənliyinə. Yenə B tənliyində kəsirdir. Kəsirin sıfıra bərabər olması üçün sürətini köçürdürəm. Sürətini sıfıra bərabər eləyirəm. Məxrəcini amma sıfırdan fərqli eləyirəm. X fərqlidir -3-dən. Məsəl üçün biz burada -3 tapsaq götürməməliyik. Məxrəci sıfıra çevirir. Burada neyniyək? Sol tərəf x ortaq çıxaraq qalsın x kvadrat çıx 5x plus 6 bərabər 0. Ayrı-ayrı sıfıra bərabər eləsəz bir kökü 0'dır, bir kökü 2'dir, bir kökü də 3'dür. Birbaşa yazdım çünki V-dir. 0, 2, 3 bunlar da məxrəci sıfıra çevirmir. Çünki x 3'dən yox, 2'dən yox, 0'dan yox, -3'dən fərqlidir. Aha. İndi isə keçirəm C tənliyinə. Yenə kəsr tənlikdir. Kəsrin sıfıra bərabər olması üçün onun sürətini sıfıra bərabər eləyirəm. Məxrəcini də ayrıca sıfırdan fərqli eləyirəm. Buradan V-lə getsəz bir kökü 3'dür. Bir kökü də 7'dir. İndi biz bu köklərə uyğun Euler-Venn diaqramı çəkməliyik. Xətt bütöv getdi. Euler-Venn diaqramı çəkirik. Bizə dəqiqə bu A tənliyi, B, bu da C tənliyinin kökləri üçün. Baxırıq ki, 2 A tənliyində də B tənliyində də var. Deməli 2 ortaq kökdür. 2 A ilə B-nin ortaq köküdür. Onda -5 yalnız A tənliyinə məxsus olan kökdür. Aha, sonra 3'ə baxırıq. 3 B-də də var, C-də də var. 3 də B ilə C-nin, B tənliyi ilə C tənliyinin ortaq köküdür. Onda 0 yalnız B tənliyinə aiddir. Təbii ki, 7 də yalnız C tənliyinə aid olan 7 də yalnız C tənliyinə aid olan bir kökdür. Bax bu şəkildə ətrafında yazıb Euler-Venn diaqramını çəkərək doldurmaq lazımdır. Suallar bitdi, bu qədər.